Salamlayıram değerli izleyicilerimiz, değerli ev sahipleri. Hal-hazırda biz Qazax rayonu, Qazaxbəyli kəndində mərkəzləşmiş kitabxana diyarşünaslıq kompleksindəyik, klubundayıq. Değerli hanımlar, beyler, sizlerin karşısında danışmak, burada bizim değerli müəllimlərimiz var. Onların karşısında danışmak ne kadar çətin olsa da ama gururludur. Bildiğimiz gibi vətənpərvərlik ilk önce məktəbdən, evdən, aileden başlayıb. Vətənpərvərliyi bizə məhz siz müəllimlər öyrətmişsiniz. Yazmağı, oxumağı, ana vətəni sevməyi siz müəllimlər öyrətmişsiniz bizlərə. Mən də bildiyiniz kimi özümü təqdim edim. Raziyə Kamil qızı, 23 kitab müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Dünən Gəncə şəhərində olduq, orada bizim kitab təqdimatımız oldu. Bugün də istədik ki, Qazax rayonunda, Ağstafa rayonunda şəhid ailələrini ziyarət edək. Allah bütün şəhidlərimizin məkanın cənnət, məqamlarını uca etsin. Allah sizlərə, hər birinizə sağlıqlı, bərəkətli ömür versin. Sevinç xanım, bəli, mən sizin yanınızda, bax bu ocaq mənə çox doğmadı. İllər öncə biz burada olduq və öz təqdimatlarımızı elədik, şəhid ailələrimizi ziyarət elədik, kitablarımızı təqdim elədik. Bugün də mən tək gəlməmişəm, yanımda qonağım var, məndən sonra o da danışacaq. Sizin kitabxanaya, sizin kluba öz kitablarımla gəlmişəm. Bax, burada değerli izleyicilerimiz, Unutulmaz Oğullar adlı bir kitabımdır. Burada şəhidlərimizin fərq etməz neçənci illər olduğu 90-cı illərdən 2023-cü ilə qədər şəhidlik zirvəsinə ucalan igid oğulların xatirəsinə həsr olunub bu kitab. İstəyirəm, bax, bunu da sizin deməli, mədəniyyət ocağına təqdim edim. Bunu buyurun məndən. Və gördüyünüz kimi, burada Kərkicahan şəhidlərinin xatirəsinə həsr olunmuş kitablardır. Orada Qarabağdan gələn Soraq adlı kitabımdır. Və nəhayət, tarix yazan lider. Bəli, bax, 44 günlük vətən müharibəsində bizim qəhrəman oğullarımız Dəmir Yumruqla Ali Baş Komandanımızın ətrafında birləşdilər. Bizlərə vətən torpaqlarının azadlığını, suverenliyini bəxş etdilər. Bu kitabı da mən sizə hədiyyə edirəm. Və sizlərə mən sözümü bitirməmişdən öncə yanımda olan qonağımı sizlərə təqdim edim. Xeyirsevər bir xanımdır. Əslən Azərbaycanlı, Borçalı elindən olan bir xanımdır, Leyla xanım Əhmədova. O da çalışır ki, hər zaman öz xeyriyyə missiyasını yerinə getirsin. Şəhid bulaqlarının tikintisində, müəyyən kitabların çap olunmasında, bu yaxınlarda da 2 gün bundan öncə mənə dəstək olmuşdu. Bizim bir kitabımız işıq üzü gördü, Qarabağ Qartal adlı kitabımız. Onun da Leyla xanımın dəstəyi ilə bizim o kitabımız nəşr olundu, biz onu təqdimatını etdik. Öz təşəkkürümü öz adımdan bildirirəm və istəyirəm Leyla xanıma söz verim. Leyla xanım, buyurun. Qazax əlindən xoş gəlmişsiniz. Bir yerdə dayanın, həmən oradan çəkin edək. Hər kəs salamlar, mən özüm Borçalıdanam, ancaq mənim babam buradan Qazaxdan getmədilər. Onu mən deyir, Qazax tərəfdə mənim atam rəhmətli deyirdi, biz özümüz Qazaxdan gəlməyə Əhmədovlar küpündən bərabaq oradandılar. Eləminlə Şıxlı gəlmədilər, baş Şıxlı. Yox, burada Şıxlıdan belə Şıxlıdan getmədilər, bilirəm. Mənə də çox xoş oldu, Raziyə xanıma təşəkkürümü bildirirəm ki, Qazağa da gətir, Qazağa mən hərbisədə olmuşam, hərbisiyə gəlmişik, gözəl. Bütün işğaldan azad olan torpaqları, qurbanlar kəsilmişik, məmnuniyyət eləmişəm belə. İnşallah günü olsun ki, Xan kəndində və Xocalıda qaldı mənim qurbanlarım, onda inşallah yarın biz hal-hazırda gəlirik, birinci kərə demək olar ki, Qazağa gəlmişik, ona görə tanış olmaqda çox məmnun oldum. Biz də çalışırıq, bütün şəhidlərin adını, şəhidləri tanıyaq və tanıdaq. Elə də Rusiyada mən tanıdırıq, Rusiyada göstərmirlər, keçiririk, şəhidlərin adını bilirik. Saflarda çap olmaq o yaxşıdır ki, bütün şəhidlərin adları gedir, hamısı tanısın ki, belə igid oğullarımız var. Necə 41-də, 45-də bizim müharibədə həlak olanlarımız, şəhid olanlarımız yoxdur. Rusiyada adları çəkilir, bu hər yerdə
tanınsın bütün şəhidlər. Şəhidlərimiz bizim başımızın tacıdır. Elə də qazilərimiz hamısı canlı şəhidlər. Buna görə bizim borcumuzdur kitablarda çap etdirmək, şəhidlərin adını həmişə anıb, unudulmaz, heç vaxt unutmaraq da. Allah sizlərə də var eləsin, Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, ruhlarını şad eləsin. Allah bizim Ali Baş Komandamızı qorusun ki, bugün doğrudan da işğaldan azad olan torpaqların hamısı geri qalxdı bu igidlərin sayəsində. Var olun, sağ olun. Mən hər birinizə təşəkkür edirəm. Çok sağ olun. Geldiğinizde gördük. Ve bizim Leyla Hanım'ın size Sevinç Hanım bir hediyesi var. Bilirik ki bizim dede babadan kəlağayımız, namusumuz, qeyrətimiz olur. Ve Leyla Hanım da kəlağayını size hediye getiripti. Bunu Leyla Hanım'ın adından qəbul edin. O Leyla Hanım'ın size hediyesidir. Bir de ben istəyirəm ki bu kitabı kime təqdim edəcəm? Mehpare Hanım. Klubun mədəniyyət ocağımızdır. Biz mədəniyyət evlərindən bəhrələnirik. Övladlarımıza məhz mədəniyyəti elə bax bu ocaqlardan başlayır. Mən Qarabağdan gələn sonra. Bax bu kitabım Süleymanlı Kənanın xatirəsinə həsr olunmuş və onun taborunun birlikdə şəhid olduğu Əsnən Göycə mahalından olan Kənan Süleymanlının xatirəsinə həsr olunmuş kitabdır. Bu kitabı sizə təqdim edirəm. İnşallah ki, klubunuza gələn insanlar hər biri o kitabdan tanış olub oxuyanlar. Buyurun, bir kəlmə sizinlə danışın. Mən də birinci tədbirdə iştirak edən tədbir iştirakçılarına eyni zamanda gələn qonaqlarımıza sağ olun deyirəm. Çox sağ olun, siz bugün Qazaq əlindəsiniz. Bizim də bugünkü tədbirimiz may ayında olan, doğum günləri olan şəhidlərimizlə əlaqədardır. Qazaq şəhidlərinin bugünkü tədbirdə ona görə hazırlamışdıq. Onlara Allah rəhmət eləsin, onların əməyi danılmazdır. İşğal olan torpaqlarımız uğrunda canlarını, şirin canlarından keçdilər, vətəni azad elədilər. Allah Ali Baş Komandamızı saxlasın. Onların bugünkü ruhu şad olsun. Siz də çox sağ olun, onları həmişə yad edirsiniz, şəhid ailələrində olursunuz. Sağ olun, var olun. Değerli qonaqlarımız, hər birinizə təşəkkür edirəm. Leyla xanım hədiyyə üçün sizə təşəkkür edirəm. Var olasınız. Və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş cəmi şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm, qazilərimizə və veteranlarımıza can sağlığı arzularım. Çok sağ olun, var olun. Teşekkür edirik. Bir xahiş var, o kitapta varsa da o şəhidlər haqqında. Bağla kamera var.